hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz podagra haqqında söhbət aparacağıq və suallarımızı Gülhanə Hərbi Tibb Akademiyasının məzunu uzman ortoped travmatoloq Rahib Cəbrailov cavablandıracaq. Bəli, efirdə Sağlam Səhətin saatıdır və qonağımız Gülhanə Hərbi Tibb Akademiyasının məzunu uzman ortoped travmatoloq Rahib Cəbrailovdur. Xoş gəlibsiniz, doktor. Və biz həkimimizlə podagra haqqında söhbət aparacağıq. Bilmirəm, niyə daha çox qadınlar bununla bağlı bizə yazırlar, doktor, və artıq belə bir təsəvvür yaranır ki, sanki bu problem daha çox qadınlardadır. Həqiqətənmi belədir? 9 qat. Öncəliklə hər kəs salamlayıram. Bəli. Podagra insanlar arasında podagra şəklində tanınan, əslində podagra ilə əlaqəsi olmayan bir patologiyadır bu, Könül xanım. Podagrada da eyni bölgədə bir problem ortaya çıxdığı üçün bunlar bir-birinə oxşadılır, amma podagra bir sistemik xəstəlikdir, revmatoloji xəstəlikdir. O isə ki, barmağın çölə doğru əyilməsinin ki, biz bəhs edəcək, bunun adı hallux valgusdur. Təxminən 150 il bundan əvvəl bunun bu adı veriblər bu xəstəliyə. Bunun podagra ilə əlaqəsi yoxdur, çünki bu sistemik xəstəlik deyil, yerli xəstəlikdir daha çox. Podagra isə sistemik xəstəlikdir. Və podagra adı verildiyi üçün də bir çox insanlar bunun heç müadəsi olmadığını düşünürlər. O isə ki, bu problemin müadəsi vardır. Daha çox cərrahidir, amma vardır. Hallux valgus, yəni mövzumuzun daha dəqiq şəkildə desək, elmi adı hallux valgusdur. Hallux valgus, ayaq baş barmağının çölə doğru və eyni zamanda birinci daraq sümüyünün içəri doğru əyilməsi nəticəsində ortaya çıxan bir deformasiyadır. Bu deformasiyanın dediyim kimi bir fərqli adları olub, amma daha çox işlənilən adı hallux valgusdur və bu xəstəliyin ortaya çıxmasının fərqli səbəbləri var. Bunlar bir çox səbəb olduğu üçün iki qrupa bölünür. Daxili və xarici faktorlar. Xarici faktorlar daha çox ayaqqabı, geyinilən ayaqqabı. Yüksək topuqlu ayaqqabı bu xəstəliyə meyilli yaradır. Çünki yüksək topuqlu ayaqqabı geyən zaman bədənin ağırlığı ayağın ön hissəsinə düşür. Və o da sonuçda ayağın ön hissəsinin ayaqqabının uç hissə, barmaqlıq qutusu deyilən ön hissəyə sıxışması nəticəsində çölə doğru əyilməsinə səbəb olur. İkinci bir faktor geyinilən ayaqqabının şəklidir. Geydiyimiz ayaqqabının uc hissəsi nə qədər çox dardırsa, bu bizdə hallux valgusa bir o qədər meyillilik yaradır. Amma gözəl görünür axı, doktor. Təbii ki, gözəl görünür. Hər şeyin bir bədəli var. Ondan sonra digər ikinci qrup səbəblər daxili səbəblərdir. Bunlar daxili səbəblərdən biri cinsiyyətdir. Xanımlarda bu xəstəlik kişilərə nisbətən 8-9 dəfə çoxdur. Sırf qadın olduğumuza görəmi, doktor? Bəli. Cinsiyyət önəmli daxili faktorlardan biridir. Qadın olmaq bu xəstəlik üçün 9 dəfə daha çox risk daşımaq deməkdir. Çox haqsızlıq, doktor. Yenə bəxtimiz gətirmədi. Bəli. Bəzi problemlərdə bəli, qadın cinsiyyəti önə çıxır. İkinci faktor irsiyyətdir. İrsiyyət xüsusilə uşaqlarda biz görürük, yuvenil yaşlı uşaqlarda daha böyümədən, ergənlik vaxtına keçmədən baş barmaqda əyillik ortaya çıxır. Bunun əsasında irsiyyət dayanır, genetika dayanır və daha çox da dominant şəkildə keçir bu. Və ana xətti ilə daha çox keçdiyi görülür bunun. Və eyni zamanda digər bir daxili faktor xəstələrdə rast gəldiyimiz yaş faktorudur. Yaşlandıqca yenə də gənc xəstələrdə görməsə, yaşlandıqca bu xəstəliyin meyilliyi artır. Dördüncü faktor ayağın arxa hissəsində axil vətəri dediyimiz vəsəlin qısalığına bağlıdır. Bu vətər qısa olanda ayağın yenə daban hissəsi havaya qalxır, ön hissəyə doğru minən yükün miqdarı artır və bu da baş barmağın çölə doğru əyilməsinə səbəb olur. Digər bir faktor yanaşı olaraq rast gəlinən yassı pəncəlikdir. Bu da yassı pəncəlik də baş barmağın çölə doğru əyilməsinə səbəb olur. Baş barmağın çölə doğru əyilməsinə və hallux valgus xəstəliyi ortaya çıxır. Digər bir faktor, bizə məsələn xüsusilə uşaqlarda daha çox görürük bunu, bağ gevşəkliyinə bağlı ortaya çıxan, yəni sümükləri bir arada tutan bağlarda olan boşluğa bağlıdır, belə orada desək, el dilində. Boşluğa bağlı ortaya çıxan deformasiyadır. Bağlarda gevşəklik olduğu üçün
baş barmağın tölə doğru qaçmağa meyilli, əyilməyə meyilli olur. Nəticədə hallus valgus ortaya çıxır. Hallus valgus deformasiyası bütün cəmiyyətdə toplumun 2-4%-nə rast gəlinir. Hər 100 xəstə insandan 2-4% rast gəlinməkdədir. Və bu təkcə kosmetik cəhətdən deyil, həm də xüsusilə xanımlarda, dar ayaqqabı geyən xanımlarda ağrıya, içəri tərəfdə əmələ gələn bunyon, şişlik nəticəsində ağrıya səbəb olur. Daha çox xəstələrin müraciət səbəblərindən biri də budur. Və bu xəstəliyin ortaya çıxma faktorlarını görürük. Fərqli-fərqli ortaya çıxma faktorları var. Buna görə də xəstə müraciət etdikdə altda yatan səbəbləri ortaya qoymaq lazımdır. Niyə görə? Çünki bu xəstəliyin cərrahi əməliyyatının 100-ə qədər texniki var bu günə qədər. 100-ə qədər bu az deyil. Bax, 100-ə qədər fərqli-fərqli çeşitli cərrahi texniklər var. Bunların ortaya çıxmasının ehtiyac olub. Səbəb odur ki, bu xəstəlik multifaktoral bir xəstəlikdir. Doğru dəyərləndirilib, ondan sonra cərrahi müdaxilə etmək lazımdır. Doktor, tək müalicəsi cərrahiyyədirmi? Tək müalicəsi cərrahi əməliyyatdır. Çünki hazırda reklam olunur, sosial mediada paylaşılır müxtəlif plasterlar, müxtəlif belə vasitələr. Bu müxtəlif ortezlər deyirik biz onlara təbabətdə. Bunların heç bir müalicəvi təsiri yoxdur. Bunu bütün tamaşaçılarımızda bilməsini istəyirəm. Heç bir müalicəvi təsiri yoxdur. Bunlar sadəcə olaraq bu xəstəliyin bəzi yayınlara görə irəliləməsinin biraz önlüyürlər. Tam deyil. Ləngidirlər. Əsas istifadə etməkdən məqsədimiz baş barmağın çölə qaçması nəticəsində ayağın içəri tərəfində çıxan şişliyin önünü almaq və yaxud da şişliyin üzərində bir silikon örtü şəklində yerləşdirib ayaqqabının dərini sıxmasını önləmək məqsədi ilə istifadə olunur bu ortezlər. Daha heç bir müalicəvi effekti yoxdur. Tək müalicə əməliyyat? Tək müalicə cərrahi əməliyyatdır. Və cərrahi əməliyyat qərarı verilən xəstələrdə də dediyim kimi bu deformasiyanın ortaya çıxma səbəbini öncə düzgün təyin etmək lazımdır. Məsələn, bir insanın ayağının altı düzdürsə, biz bunu hallus valgusa görə əməliyyat etsək, bu təzədən yenə əmələ gələcək. Çünki altda yatan səbəbi ortadan qaldırmadıq. Və ya bir xəstədə bağlarda boşluq varsa, biz onu hallus valgusa görə əməliyyat elədik. Amma altda yatan səbəb var orada. Bağ boşluğu olan xəstələrin cərrahi əməliyyatı ilə yassı pəncərliyi olan və yaxud da bunların heç biri olmayan xəstələrin hallus valgusun cərrahi əməliyyat texnikləri eyni deyildir. Eyni cərrahi əməliyyatı eləsiz, kesinliklə bu başarısızlıqla səbəb olacaq. Peşəkarlıq budurmu doktor? Düzgün seçmək. Düzgün, doğru şəkildə. Bax, bu xəstələrdə öncəliklə ayağın üzərinə yük mindirərək rentgen çəkilir. Öndən, yandan, bunların dərəcələrinə baxılır. Əsas yaradıcı bunun səbəb olacaq altda yatan səbəb ortaya qoyulur. O səbəbə yönəlik cərrahi əməliyyat icra olunduğunda bu xəstəlikdə təkrar əmələ gəlmə riski minimal olur. Çünki bizə çox xəstələr müraciət edirlər, həkim bir neçə il bundan əvvəl əməliyyat olundu, təkrar əmələ gəldi. Müayinə edib görürsən ki, altda qalan səbəb biraz göz ardı edilib. Hallus valgusun bugünkü gündə əvvəllər, məsələn, bu xəstəlik cərrahi əməliyyatdan sonra aylarca... Çox üzr istəyirəm. Deyək ki, kimsə bu şikayətlə bir xanım pasiyent sizə müraciət etdi. Bu, hansı səbəbdən qaynaqlandığını müəyyən etmək üçün rentgen müayinəsi yetərlidirmi? Xeyr, təkcə rentgen müayinəsi deyil. Burada önəmli müayinə fiziki müayinədir. Ona görə mütləq həkimə gəlmək lazımdır. Mütləq şəkildə, öncə fiziki müayinə. Hər bir xəstəlikdə öncə fiziki müayinə, sonra instrumental müayinə. Bu, öncə instrumental müayinədə gelib, sonra həkim yanına gəlmək, bu elə ki, bir ev tikirsən, çardaqdan bünövrəyə doğru gedirsən. Bu, məcazi mənada ona oxşuyur. Ona görə öncə fiziki müayinə olmalıdır. Fiziki müayinədən sonra rentgen çəkilir, o rentgenin üzərində ölçülər aparılır. Ondan sonra sümüklərə hansı səviyyədən müdaxilə olunacaq, ona qərar verilir. Bir sümüyün uc hissəsində, yuxarı ucundan, aşağı ucundan fərqli xəstələrdə fərqli cərrahi əməliyyatlara ehtiyac olur. Hamı da eyni texnik deyil. Bundan başqa, hallus valgusu olan xəstələrdə ikinci önəmli səbəblərdən biri, bu xəstələrdə yanaşı olaraq ayaqda sinir problemləri ortaya çıxır. Bax, xəstənin əməliyyat olunur, xəstənin hallus valgusu düzəldilir, amma ayağında ağrılar keçmir. Burada önəmli olan, biz buna hallus valgusdakı bu triada deyirik. Daha çox üçüncü və dördüncü daraq sümükləri olmaqla bunların arasında
sinir törəməsi ortaya çıxır. Biz buna motor neyroması deyirik ki, hallus valgusu xəstələrdə çox rast gəlinir bu. Buna da diqqət etmək lazım. Yəni xəstə gələndə ancaq diqqəti baş barmağa yönəltmək olmaz. Əgər o problem də ortaya çıxıbsa, barmağı düzəltməklə yanaşı o sinir problemi də ortadan qaldırmaq lazımdır ki, xəstə əməliyyatdan sonraki dönəmdə ağrısız yerisin. Hallus valgusun cərrahi əməliyyatlarına gəlincə, cərrahi əməliyyatlardan əvvəllər biz əməliyyat olunurdu, xəstə həftələrcə ayağını yerə basmırdı. Amma artıq müasir, həm müasir implantlar, eyni zamanda müasir texniki, yeni deməli, cərrahi texniklər bizə imkan verir ki, xəstəni əməliyyat edildikdən səhəri gün artıq qaldırıb yeridə bilirik. Doktor, bəs əməliyyat qərarını necə verirsiniz? Çünki insanlarda fərqlidir. Bəzilərində hələ yeni başlayır, bəzilərində o qədər artıq o belə deformasiya çox olur ki, ayaqqabı belə seçməyə çətinlik çəkir. Yəni, yaranan kimi əməliyyat mı etmək lazımdır, yoxsa gözləmək lazımdır? Nə zaman əməliyyat lazımdır göstərişdə? Əslində cərrahi olaraq əməliyyat göstərişi ağrıdır. Ağrı. Amma bir gerçəklik də var. Doğrusu desək, xəstələrimizin bir çoxu da daha ağrı əmələ gəlmədən, xüsusilə xanım xəstələr kosmetik olaraq narahat olduqları üçün müraciət edirlər. Bu da, amma tibbi olaraq bunun göstərişi ağrıdır. Ağrı yoxdursa ehtiyac yoxdur. Cərrahi əməliyyata ehtiyac yoxdur. Cərrahi əməliyyata ehtiyac yoxdur. Nə vaxt ağrı yaranarsa, bir çox xəstəlikdə ümumiyyətlə ortopediyada kriter ağrı olur. Burada da eyni fikirdəyik. Əməliyyatla nə edirsiniz, doktor? Əməliyyat nədən ibarətdir? Cərrahi əməliyyatda həm yumşaq toxumalara, həm sümüklərə müdaxilə edirik. Bəzən, məsələn, xəstələr olur, bağ gevşəkliyi, bayaq qeyd elədiyim. Bu xəstələrdə təkcə sümüklə yumşaq toxumalara müdaxilə etsək, yenə başarısızlıqla qarşılaşırıq. Bu xəstələrdə bəzən ayaqda xüsusi oynaqlar var, çox da hərəkətli olmayan oynaqlardır, amma hallus valgusun əmələ gəlməsinin əsas səbəblərindən biridir. Bunlar olduğu üçün bu oynaqları dondururuq. Bu oynaq bir oynaqdır. Onu dondururuq ki, təkrar əmələ gəlməsin. Çünki sözün hərfi mənasında elə dondurursunuz, doktor? Bəli, o oynaqda onsuz da çox hərəkət olmadığı üçün xəstəyə heç bir əlillik, heç bir həyat fəaliyyətində məhdudiyyət yaratmır. Sadəcə olaraq xəstə təkrar bu problemin ortaya çıxmasından qurtulmuş olur. Necə dondurursunuz, doktor? Dondurmaq dediyiniz nədən ibarət? Oynaq səthindəki qığırdağı alırıq, təmizləyirik. Sonra o səthləri bir-birinə uyğun vəziyyətə gətirib, həmin xüsusi implantlarla bərkizirik, bir-birinə fiksə edirik. Bir müddətdən sonra artıq o səthlər bir-birinə bitişir. Sümük sınıq bir-birinə bitişdiyi kimi qaynayır. Bu geriyə dönüşü olmayan bir tədbirdir, doktor? Bəli, geriyə dönüşü olmayan bir addımdır. Amma bu sonralar heç bir problem yaratmır, funksional olaraq heç bir problem yaratmır. Və hətta doğru ölçülmüş, doğru qərar verilmiş xəstələrdə cərrahi əməliyyatdan sonra biz onlara yüksək topuqlu ayaqqabı geyməyə icazə veririk. Nə yaxşı, yenidən geyinə bilir o xanımlar? Bəli, geyinə bilir. Təbii ki, səbəb ortadan qaldırılandan sonra, yəni burada məsələn xəstənin əgər anatomiyasında bir dəyişiklik varsa, onları ortadan qaldırılandan sonra xəstələrə icazə veririk. Topuklu ayaqqabı geyinsələr belə yenidən deformasiya yaranmır, doktor, daha? Səbəb ortadan qaldırılandan sonra əmələ gəlmə riski o qədər yüksək olmur. Amma yenə kimsə də arzusundadırsa geyinə bilər. Geyinə bilər, təbii. Çox az xanım olar ki, peşəsi ilə bağlı gündəlik elə dik taban ayaqqabı geyinsin. Normalda adətən onsuz da bir neçə saat geyindiyimiz bir ayaqqabıdır. Doktor, bəs müasir yanaşma nədən ibarətdir bu əməliyyata? Bu əməliyyata müasir yanaşma ondan ibarətdir ki, bu xəstələrdə əvvəllər cərrahi əməliyyat olunurdu. Xəstələrə dediyim kimi gipsdə saxlanılırdı, gips immobilizasiyası olunurdu. Artıq müasir implantlar bizə icazə verir ki, əməliyyatdan sonra heç bir gipsə gərək yoxdur. Xəstə xüsusi hazırlanmış ayaqqabılar, onları geyinir, hallus valgus ayaqqabısı deyərək adı keçir. Onları geyinirlər, rahat şəkildə ev içində hərəkət edə bilirlər. Neçə gün sonra işə çıxa bilərlər? 3 həftə sonra işə çıxa bilirlər. Bu qədər rahatdır. Bəs xəstəxanada qalma müddəti? Xəstəxanada qalma müddəti adətən bir gün. Bir gün qalırlar. Bəli. Ondan sonra 3 həftə sonra işə çıxa bilirlər. Təbii ki, yenə də o hallus valgus ayaqqabısı ilə, normal ayaqqabı ilə işə çıxmırlar. 5 həftə sonra artıq öz normal ayaqqabılarını geyərək istədikləri ayaqqabını geyinə bilərlər. Doktor, deyək ki, əgər bir xəstə bizi izləyən hansısa bir tamaşaçımız, misal üçün bölgələrdə yaşayır, Tovuzda yaşayır, Gəncədə yaşayır, oradan bura gəlib əməliyyat olunsa, bir gün də xəstəxanada qalsa, sabahsı gün uzaq bir məsafəli yolu maşınla gedə bilərmi?
Əslində çox vacib olsa gedə bilər. Amma Yəni məsləhət qalmağa görmürəm. yeri yoxdursa da misal üçün Bakıda. Gedə bilər. Ayağı yüksəkdə tutmaq şərtilə gedə bilər. Heç bir şey olmaz. Nə gözəl, yəni belə bir fürsətlər də var. Bəli. Doktor deyir ki, qeyd edirsiniz ki, əvvəllər misal üçün gipsə qoyulurdu, indi artıq gipsə qoyulmur. Bu müalicənin, yəni əməliyyatın keyfiyyətinə də təsir edirmi? Nə qədər yaxşı müsbət nəticə yöndə. almaq mümkündür? Təbii ki, müasir implantlar bu patologiyanı ortadan qaldırırkən daha rigid, möhkəm fiksasiya əldə etdiyimiz üçün əvvəlki müalicə metodlarına görə daha yüksək effekt əldə edirik. Daha konforlu olur. Çöldə heç bir implant ucu buraxılmır. Hər şey içəridə qalır. Və ora qoyduğumuz implant da xəstənin, insanın sonraki həyatında heç bir mənfi təsir yaratmır. Yəni tərkib olaraq vücuda heç bir zərər olmur. Nə gözəl. Bəs elə implantlarla bağlı soruşmaq istədim. Bəzən allergiyası olan izləyicilərimiz yazırlar ki, bizdə bir allergik reaksiya verməz ki, hər hansı bir implant. Allergiya, implanta qarşı ümumiyyətlə allergiya halı varmı? Var. Amma çox nadirdir. Çox nadirdir. Yəni çox sıx rast gəlinən bir patologiyadır. Çox nadirən rast gəlinir. Çünki biz implantları vücudun müxtəlif yerlərində istifadə edirik, tək ayaqda deyil. Çox nadirən rast gəlirik biz buna. Sıx qarşılaşdığımız bir şey deyildir. Amma o da rast gəldiyində onu alternativ yollarla həll etmək mümkündür. Doktor, mövzu ilə bağlı əlavə etmək istədiyiniz məqamlar varmı? Yoxsa mən sizə başqa mövzuda sual vermək istirdim? Mövzu ilə bağlı deyəcəyim budur ki, bu məşhur bir fraza var bu xəstəliklərlə bağlı. Deyir ki, hər bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır. Ona görə öncəliklə Profilaktika daha ucuzdur deyirlər. Bəli, təbii ki, daha asandır. Ona görə profilaktik olaraq dediyim kimi çalışmaq lazımdır. Xüsusi məclislər, ondan sonra xüsusi tədbirlərə istisna olmaqla yüksək topuqlu ayaqqabı geyməmək, vacib olan yerlərə geyinmək. Ondan sonra ayaqqabı geyərkən də ön hissəsi çalışıb mümkün mərtəbə geniş ayaqqabıları geymək məsləhətdir. Bir də önəmli faktorlardan biri də kilo. Kilo almamaq lazımdır. İrsiyyətinizdə hallus valgus xəstəliyi vardırsa, sizdə də əmələ gəlmə ehtimalı yüksəkdir. Buna görə də çəkinizə nəzarət edilməsi məsləhətdir. Bizə doktor, bəzən xanımlar yazırlar ki, misal üçün ayaqlarımızda əyrilik var, gödək yubqalar geyinə bilmirik. Bunun cərrahiyyə ilə bir həlli varmı doktor? Təbii ki, hər bir deformasiyanın cərrahi əməliyyatına müdaxilə ilə düzəlməsi mümkündür. Ta çanaqdan tutmuş barmaq ucuna qədər. Və bu ömürlükdür, deyilmi? Bir dəfə əməliyyat olunurlar və ömürlük düz ayaqla yaşayırlar. Bəli, yəni erişkin yaşdadırsa, artıq böyüyübsə, yetişkin insandırsa bir daha da təkrarlanmır. Bəzən bunun başqa yollarına da həll etməyə çalışırlar. Doktor, misal üçün müxtəlif dolğular vururlar, insan bədənindən götürülən pillərlə o deformasiyanı ört-basdır etməyə çalışırlar. Təbii ki, bu müvəqqətidir. Mütəxəssis olaraq tövsiyə edərsinizmi bu üsulları? Ayağın əyriliyini gizlətməyə çalışırlar. Bəli. Mən indi o da fərqli müalicə metodları, fərqli ixtisas sahələrinin, branşlarının, yəni işləri olduğu üçün məni yanlış anlamasınlar. Bu hamımızın anlaya biləcəyimiz bir şeydir ki, istənilən bir problemin həlli, onun səbəbinə yönəlik həllini tapanda əldə olunan effekt daha sağlam və daha uzun müddətli olur. Misal üçün, bir qadının dizdən aşağı ayaqları əyridirsə, bu nə ilə bağlı ola bilər ki, doktor? Əyriliyin hansı səviyyədə olduğunu görüb, oynağa bağlıdırmı, bağlara bağlıdırmı, sümüyün özünə bağlıdırmı, buna yönəlik tədbir görmək lazımdır. Bunların da adətən müalicəsi cərrahi olur. Amma məsələn, əyri tərəfə dolğunun vurulub, dolğu ilə bu deformasiyanın düzəldilməsi, biz hər bir vücud gəzən, hərəkət edən bir mexanizmidir. Əgər o vücudun tarazlığı pozulubsa, bir müddət sonra o oynaqlarda özünü göstərir. Mütləq şəkildə bundan qaçış yoxdur. Yəni, heç də təhlükəsiz deyilmiş. Bəli. Əgər biz bir əyriliyi dolğu ilə düzəltdik, bugün yaxşı, bugün düzəltdik, başa düşdük, qəbul elədik, gözəl görsənirsən. Amma kənardakı insanların gözünü aldadıq, amma oynağı allada bilmirik. O əyrilik içəridə qaldığına görə bir müddət sonra oynaq öz sözünü deyir. Bir də doktor, misal üçün lor həkimlər, rinoplastika icra edən həkimlər həmişə qeyd edirlər ki, buruna da müxtəlif dolğular vururlar, heç tövsiyə etmirik, əməliyyat vaxtı bizə bir sıxıntı yaradır. Bu cür sıxıntı ayaqlara vurulduğu zaman bir cərrahda da sıxıntı yarada bilərmi? Təbii ki, cərrah əməliyyat vaxtı ora əlavə olmuş əlavə material həm infeksiya cəhətdən problem yaradır, həm cərrah əməliyyatın gedişatını çətinləşdirir, təbii ki. Bir sümüyün əyriliyin
kənardan əlavə şeylərlə düzəltmək məsləhət deyil. Bu əyrilik oynaqdakı problemlə gec-tez özünü göstərəcək. Bir də doktor, boy artırmaqla bağlı da çox suallar alırıq. Boyu həqiqətən əməliyyatla artırmaq, təhlükəsiz artırmaq mümkündür? Bəli, mümkündür. Cərrahi əməliyyatla boyu uzada bilirik. Heç bir problem olmur. Yəni günlük təxminən 1 milli olmaqla, hətta xəstə bir müddət xəstəxanada qalıb özünə izah edildikdən sonra özü evdə özü boyunu uzadır. Necə olur doktor? Xüsusi aparat üzərindən eləyir bunu. O aparatı quraşdırırıq xəstəxanada, cərrahi əməliyyat yoluna yerləşdiririk. Ondan sonra özündən başa salırıq, təlimat veririk. Evdə hər gün özü öz boyunu 1 milli uzadır. 1 millim maksimum nə qədər uzana bilər doktor? Ən çox nədir? Əslində belə bir şey var. Hər bir sümük onun boyunun 1/3 qədər uzadıla bilir. Amma bundan kənara çıxmaq da mümkündür. Praktik olaraq uzatmaq olur. Yəni tək səfərdə daha çox uzatdığımız məsafə böyüklərdə 8 santimdir. 8 santimetrə qədər bir boyu uzatmaq mümkündür doktor? Mümkün. Bir sümük üzərindən. Bu sümük də ola bilər, qamış sümüyü də ola bilər. Daha da çox mümkündür. Və sümük də tam möhkəm olur. Çünki bəzən belə bir təsəvvür yaranır ki, sanki sümük də artırılır, uzadılır və daha kövrək olur, daha zəif olur, beləmi olur? Hansı formada uzanır doktor? Sümüyün hər gün yarım 1 milli uzadılmasından məqsəd də məhz əmələ gələn yeni sümüyün əvvəlki sümük keyfiyyətində olmasını təmin etməkdir. O sürətlə uzatmaqdan məqsədimiz odur ki, yeni əmələ gələn sümük əvvəlki sümük qədər möhkəm olsun ki, aparat oradan çıxarılandan sonra da insanın həyatında heç bir çətinlik yaratmasın, heç bir əyriliyə, sınığa və s. səbəb olmasın. Neçə yaşından sonra bu üsulu tətbiq etmək olar? Uzatma istənilən, yəni uzatma adətən yəni yaş etibarilə 4 yaşdan sonra başlayırıq. Bəli. 4 yaşdan sonra. 4 yaşdan sonra buna mümkündür. Doktor, bəs nələrə diqqət etməlidir pasiyent çıxarılandan sonra? Təbii ki, 8 sm boyunun uzandığını görən hər kəs yəqin ki, xoşbəxt olar. Burada önəmli faktorlardan biri fizioterapiya. Uzatmadan sonra fizioterapiya mərhələsini doğru, düzgün keçdikdən sonra heç bir şeyə diqqət etməyə gərək yoxdur. Normal insanlar kimi hərəkət edə bilər, istəsə olimpiya çempionu ola bilər. Belə olub, belə pasiyentiniz doktor hansı ki boyunu uzadırsınız? Yəni olimpiya çempionu olmayıb, amma yəni normal həyatda davam edən, təbii ki, bizdə məsələn çox qazilərimiz var. Onların ayaqlarını uzadırıq, normal şəkildə həyatlarına davam edirlər. Heç bir şikayətləri də yoxdur. Doktor, bəs gündəlik həyatlarına davam etmək olur onunla birlikdə? Ev içində adətən daha müasir uzatma metodları var. İmplantlar, çöldə heç bir şey yoxdur. İçəridə bir reys üzərində hərəkət edən bir çivi olur. Onun üzərindən uzatma gedir. Çöldə xüsusi aparatı qoyursan üstünə, o içəridəki aparatı qoyulan o intrametülər çivini uzadır çöldəki aparat. Gündə 2 dəfə ondan uzadırsan, çöldən heç bir şey görsənmir. Uzatmanın sonunda da proses durdurulur. Bu aparatlarla uzatmada bəli, həmin xəstənin günlük qısa saatlarda işləməsi belə mümkündür. Doktor, bəs nə qədər müddətə 8 sm uzatmaq mümkündür? Günə 1 millidən hesablasaq, təxminən bu 8 santim uzatmaq 5-6 ay müddət istəyir bizdən. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun, var olun. Əziz tamaşaçılar, bizim qonağımız Gülhanə Hərbi Tibb Akademiyası məzunu uzman travmatoloq, ortoped Rahib Cəbrailov idi. Efirimiz isə davam edir. Efirdə Sağlam Səhətin Saatıdır və qonağımız uzman uroloq, androloq Emin Məmmədovdur. Xoş gəlibsiniz doktor. Xoş gördük. Və biz qonağımızla prostat vəzi xəstəlikləri haqqında söhbət aparacağıq. Doktor, prostat vəzinin ən sıx rast gəlinən xəstəlikləri hansılardır? Prostat adenoması, prostat böyüməsi ən çox gördüyümüz xəstəliklərin başında gəlir. Bundan başqa prostat xərçəngidir, prostat iltihabıdır. Bunlar da ən çox gördüyümüz prostat problemləridir. Doktor, adətən bu problemləri yaşayan pasiyentlərdə daha çox hansı şikayətlər olur? Prostat xərçəngi ümumiyyətlə heç bir simptom verməz aşağı mərhələlərdə. Sadəcə metastaz veribsə, yayılıbsa başqa orqanlara, o zaman sümük ağrıları kimi özünü göstərə bilir. Amma prostat böyüməsinə xas simptomlar tez-tez sidiyə getmə, sidiyi tam boşalda bilməmə, sidik hissəsində sidiyin qalması, sidik hissəsində daş əmələ gəlməsi, yandırma, göynətmə, sidikdə qanamalar
sidik yolu infeksiyaları, sidik yolu iltihablar kimi problemlərlə özünü göstərə bilir. Yəni bu şikayətləri olan hər bir belə deyək də bizim izləyicimiz mütləq bir uroloq, androloqa müraciət etməlidir. Xeyr, əslində şikayətləri olmadan gəlməlidir. 50 yaşından sonra bütün kişilərdə baxmalıyıq. Bayaq dediyim kimi prostat xərçəngi təbii ki, bu saydıqlarımdan çox daha ciddi bir xəstəlikdir və heç bir simptom da vermir. Aşağı mərhələdə heç bir simptom vermir. Bunu yaxalamamızın tək şansımız PSA və həkim müayinəsidir. Yəni prostatın qan analizi və həkim müayinəsidir. Yəni bu simptomlar olması onsuz da bir xəbərdarlıqdır. Prostat böyüməsi üçün, prostatın adenoması üçün, amma prostat xərçəngi üçün bir xəbərdarlıq deyil. O zaman belə deyək doktor, artıq bir kişidə bu sadaladığınız əlamətlər varsa gecikmişmi sayılır? Gecikmiş sayılır. Yaxud təxminən xərçəngin hansı mərhələsinə təsadüf edir? Heç xərçəngin mərhələsi ilə simptomlar arasında əlaqə yoxdur. Yəni heç bir simptom vermədən irəli mərhələ bir prostat xərçəngi aşkarlaya bilirik. Bu qədər təhlükəli. Bəli. Və çox gördüyümüz bir xərçəng növüdür. Yəni ən çox gördüyümüz xərçəng növlərindəndir prostat xərçəngi. Əgər heç bir şikayət vermirsə ki, insanlar adətən bir şikayət olanda həkimə müraciət edirlər. Bəs necə aşkar olunur bu belə deyək də mərhələdə? Sadəcə həkimə hər hansı bir səbəblə müraciət olunanda və ya hər hansı bir prostat kontroluna gediləndə prostatın qan analizinə baxırıq. PSA deyə bir analizdir. Çox yayğın baxılır da, yəni çox rahat bir şəkildə sadəcə qanda baxılır və onda bir yüksəklik varsa və ya həkim müayinəsində prostatda bir sərtlik varsa, o zaman şübhələnirik və mütləq araşdırırıq. Araşdırdığımız zaman da prostat MRT-si və ya prostat biopsiyası ilə araşdırırıq və bu zamanda xərçəngi aşkarlaya bilirik. Yəni təsadüfən çox zaman bu xəstəlik aşkar olunur? Sadəcə check-up vaxtı. Yəni check-up da etdirmirsənsə, o zaman çox keçmiş bir mərhələdə aşkar olur. Bəli, təəssüf ki, çox gördüyümüz gecikmiş mərhələdə bizə müraciət edən çox xəstələrimiz olur. Doktor, biz adətən hansısa bir xərçəng növündən, xüsusən də gecikmiş mərhələdən danışırıqsa, çox zaman bizə sonra izləyicilərimiz yazırlar ki, yəni tamı sondur, həyatın sonudurmu? Misal üçün 4-cü mərhələ əgər bir xərçəng aşkar olunubsa, müalicəsi varmı? Müalicəsi yaxud doğru yanaşma nədən ibarətdir? Prostat xərçəngi digər xərçəng növlərindən biraz fərqlidir, gedişatı çox fərqlidir. Əslində yavaş gedişatı olan bir xərçəng növüdür. İrəli mərhələ olsa belə, yayılmış mərhələdə olsa belə, gedişatı çox yavaşladacaq həll yolları var. Dərman müalicəsi var, iynə müalicəsi var, xaya əməliyyatı var, ağlı dərmanlar var, yəni ximioterapiya var. Yəni gedişatı çox yavaşladacaq. Yəni əlimizdə çoxlu silahımız var. Amma təbii ki, bunlar gedişatı yavaşladır, xəstəliyi tamamilə aradan qaldırmaz. Amma yayılmayıbsa, aşağı mərhələdirsə, uyğun xəstədirsə, əməliyyatla tam sağalma şansı həddindən artıq yüksəkdir. Yəni prostatın aşağı mərhələsi tam sağalır, böyük əksəriyyəti tam sağalır. Hətta prostat xərçəngi elə bir xəstəlikdir ki, bəzi xəstələrdə gedişat o qədər yavaş olur ki, biz deyirik ki, bunu ümumiyyətlə xəstəyə zərər verməyəcək. Heç müalicə eləməyə də belə ehtiyac yoxdur. Sadəcə kontrolda saxlayırıq. Yaşlı xəstələrdə? Bəli. Yaşlı xəstələrdə irəli mərhələ deyilsə, xəstənin həyat müddətini qısaltmayacağını düşünürüksə, o zaman heç müalicə etməyə belə ehtiyac qalmır. Çox maraqlıdır. Doktor, adətən onkoloqlar danışırlar ki, bu mütləq qeyd edirlər ki, əgər misal üçün süd bəzi xərçəngi 0-cı mərhələdə aşkar olunarsa, bəzən 98%, hətta 100% belə sağalma var deyirlər. Bunu prostat bəzi xərçənginə də aid etmək olarmı? Ümumiyyətlə bütün xərçənglərə aid etmək olar. Bütün xərçənglər aşağı mərhələdə tamamilə sağalır. 100% sağalma əldə etmək mümkündür. Bütün xərçənglərdə böyük əksəriyyətində elədir. Sadəcə tək sıxıntı nədir? Əhəmiyyətli sıxıntı nədir? Xərçəngləri aşağı mərhələdəykən aşkarlamaq çox vaxt mümkün olmur. Məsələn, ağciyər xərçəngi çox vaxt irəli mərhələdə özünü göstərir, şikayət verir və ya mədə xərçəngi eyni şəkildə. Böyük əksəriyyəti irəli mərhələdə özünü göstərir. Prostat xərçənginin üstünlüyü nədir? Bir, gedişatı çox yavaşdır. Yəni, prostat xərçəngi yavaş bir şəkildə irəliləyir. İkincisi isə prostatın qan analizi ilə erkən mərhələdə yaxalama şansımız var. Yəni, bir qan analizi ilə erkən mərhələdə tuta bilirik və gedişatda yavaşdır. Qısacası, irəli mərhələyə keçmədən tuta bilmə şansımız var, onu yaxalaya bilmə şansımız var və bu zamanda, bəli, tam sağalma şansı çox yüksəkdir. Ona görə prostat xərçəngində gedişat çox yaxşıdır.
müalicəsi əməliyyatdan ibarət olur. Doktor, deyək ki, 0-cı mərhələdə, 1-ci mərhələdə aşkar olundusa. Aşağı mərhələdə ən effektiv yol əməliyyatdır və şüa müalicəsi də çox effektivdir. Amma əməliyyat oluna biləcək xəstələrdə kəsinliklə ən effektiv yolu əməliyyatdır. Çünki əməliyyat sonrası təkrarlama olarsa, həmişə şüa müalicəsi alma şansı var xəstənin. Amma şüa sonrası təkrarlama olarsa, əməliyyat şansı ciddi olaraq azalır böyük əksəriyyətində. Doktor, qeyd edirsiniz ki, misal üçün 100% sağalma ehtimalı var. Bu 100% sağalma ehtimalı olan xəstələrdə də deyək ki, 2-3 ildən sonra təkrarlama ehtimalı var ki, adətən biz belə eşidirik ki, əməliyyat olunduğu xəstə və 2 ildən, 3 ildən sonra yenidən xərçəng yaranır. Ümumiyyətlə 100% deyə bilmərik heç bir şey üçün. Hələ xərçəng üçün bunu istifadə etmemiz mümkün deyil, amma böyük əksəriyyətində bəli, sağalır və təkrarlama ehtimalı ciddi olaraq aşağıdır. Təkrarladığı zamanda çox vaxt ilk 2 ildə təkrarlayır. 2 ildən sonra təkrarlamırsa, böyük əksəriyyəti 5 ildə təkrarlayır. Təkrarlamırsa 5 ildən sonra, ondan sonra həddindən artıq nadirdir. Təkrarlasa, yenə də prostat xərçəngində tam sağalma şansı yenə yüksəkdir. Şüa müalicəsi ilə ciddi olaraq fayda görür. Ondan başqa əlavə müalicələr də var təbii ki. Çox maraqlıdır, doktor. Siz qeyd elədiniz prostat vəzinin problemlərindən bir də prostat böyüməsi. Prostat böyüməsi nədir, doktor? Və bir prostat niyə böyüyür? Prostat 50 yaşından sonra kişilərdə hormonal səbəblərə görə yaş artdıqca böyüyür. Yaşa bağlı bir problemdirmi o zaman? Təbii ki, yaş artdıqca prostat böyüməsi artır. Və bu böyüməsi bütün kişilərdə gec-tez ola biləcək bir şeydir. Amma hamıda problem yaratmır. Prostat böyüməsinin bizim üçün əhəmiyyətli olan hissəsi bu xəstəyə zərər verirmi? Xəstəyə zərər verirsə əgər, mütləq orada müdaxilə edirik. Yəni, xəstəyə zərər verir nə deməkdir? Birincisi, həyat keyfiyyətini poza bilər. Yəni, tez-tez sidiyə gedə bilər, sidiyi tam boşalmama ola bilər, gecə sidiyə qalxmalar eləyib, yuxusunu bölə bilər. Yəni, həyat keyfiyyətini aşağı salırsa. Bəli, o zaman xəstəyə mütləq müdaxilə edirik. Dərman müalicəsi veririk. Bəzən də olur ki, dərmanla düzəlməyəcək xəstələr var və ya dərmandan əvvəlcə fayda görür, bir müddət sonra faydası artıq dərman təsir eləmir. Onlarda da qapalı yolla prostat əməliyyatı icra eləyirik. Bəzi xəstələrimiz də var ki, prostat ölçüsü həddindən artıq böyüyüb, amma xəstəyə heç bir zərər vermir, heç bir simptom vermir. Bunlarda qətiyyən nə əməliyyat, nə dərman müalicəsinə ehtiyac yoxdur. Əməliyyat nədən ibarət olur, doktor? Prostat əməliyyatının bir neçə metodu var. Açıq əməliyyat da olunurdu keçmişdə, artıq demək olar ki, heç eləmirik. Böyük prostatlarda açıq əməliyyatlar olunurdu. Artıq bizim ölkəmizdə lazerlə olan prostat əməliyyatı da var, HOLEP əməliyyatı var. Prostatın hər ölçüsündə bu əməliyyatı icra eləyə bilirik. Həddindən artıq çox böyük prostatlarda da 150 qram, 200 qram prostatlarda da icra eləyirik. Tamamilə qapalı, kəsiksiz olur və xəstənin sağalması daha tezdir, yeriməsi eyni gün yeridirik xəstələri. Qanama ehtimalı demək olar ki, 0-a yaxındır, çox azdır. Sidik qaçırtma çox nadirdir. Əməliyyat sonrası prostatın yenidən təkrarlama ehtimalı, prostat böyüməsinin yenidən təkrarlama ehtimalı demək olar ki, 0-a yaxındır. Cinsi zəiflik 0-a yaxındır. Yəni, əməliyyat gedişatı, əməliyyat nəticələri çox üzgüldürücüdür. Təbii ki, bütün prostat əməliyyatları, yəni bütün əməliyyatlarda ola biləcək risklər var. Prostat əməliyyatında da bu qapalı lazerlə prostat əməliyyatında da özünə xas risk var. Sidik kanalı darlığı nadirən gördüyümüz bir problem ola bilir. Qalıcı sidik qaçırma demək olar ki, çox nadirdir. Yəni, bundan başqa əhəmiyyətli gördüyümüz ciddi bir əməliyyat fəsadı yoxdur. Bundan başqa ənənəvi olaraq uzun müddətli istifadə olunan, Azərbaycanın hər bölgəsində olan tur əməliyyatı var. O da qapalıdır, amma daha kiçik prostatlarda icra eləyə bilirik. Hər ölçüdəki prostatda icra eləyə bilmirik. Çünki həm prostat tam təmizləmə şansı azalır, həm qanama ehtimalı artır, həm xəstəyə əməliyyat zamanı, əməliyyat müddəti uzanır, əməliyyat zamanı verdiyimiz risklər artır. Ona görə o əməliyyatı böyük prostatlarda icra eləmək düzgün deyil. Bundan başqa su buxarı müalicəsi var. O da doktor, gəlin o müalicə üsuluna keçmədən öncə bu müalicə üsulu ilə bağlı başqa sizə suallar verim. Əlbəttə. Təbii ki, bir sıra belə deyək də üstünlüklərini sadaladınız və yəqin ki, hər bir pasiyent bu üstünlüklərə malik olan əməliyyat üsulunu seçmək istəyər. Hər prostat böyüməsi olan pasiyentə bu lazer üsulunu tətbiq etmək mümkündürmü? Yoxsa burada istisnalar var?
hər prostat böyüməsinə əməliyyat eləməyə ehtiyac yoxdur. Yox, Amma əgər əməliyyat ehtiyac olacaqsa, bəli, hamısına bu lazeri tətbiq etmək hər olarmı? ölçüdə xoş xassəli prostat əməliyyatı olacaqsa, hər ölçüdə lazerlə prostat əməliyyatını icra eləyə bilərik. Hər kəsdə olar. Hamıya eləyə bilərik, bəli. Və bu hər kəsin arzusu olar ki, çünki ən azı orada kəsik izi olmaz və qeyd elədiyiniz, sadaladığınız bir sıra üstünlüklər var Əməliyyat ki, riskləri çox daha azdır. Bəli. Əməliyyat sonrası yaşanacaq xəstənin gördüyü ağrı, əziyyət çox daha azdır. Xəstəxanada qalış müddəti azdır. işə daha tez çıxa bilər. Kateterizasiya müddəti azdır. Yəni xəstədə kateterin qalma müddəti azdır. Neçə gün sonra işə çıxa bilər doktor bu xəstələr? Təbii ki, xəstənin işi ilə əlaqəli olan bir şeydir. Ağır qaldırmaq 3 həftə, 1 ay istəmirik kəsinliklə. Amma eyni gün dediyim kimi yeridirik. 2-3 gün sonra evə göndəririk, bəzən 1 gün sonra evə göndəririk. Küçədə, parkda gəzməsində hər hansı bir sıxıntı yoxdur. 2-3 gün sonra bunların hamısını eləyə bilər. Oturaq işdirsə 1 həftə 10 gün sonra işə gedə bilər və ya yüngül işdirsə təbii ki gedə bilər, amma bir ustadırsa, ağır qaldıracaqsa və ya ağır bir işdə işləyirsə ən az 3 həftə gözləməsini istəyirik mütləq. Ola bilərmi ki, doktor, deyək ki, qapalı üsulla qərar verdiniz, amma əməliyyatın gedişatına asılı olaraq açıq üsulla keçməli oldunuz. Mümkündürmü belə hallar? Açıqcası çox nadirdir. İndiyə qədər bir xəstəmizdə sadəcə olub. Yəni çox nadirdir. Həddinə artıq yapışıq, daha əvvəl prostat əməliyyatı keçirmiş bir xəstə idi, çox ciddi sıxıntıları olan bir xəstə idi. Çox nadirdir. Nə səbəb ola bilər? Yəni kontrol altında alına bilməyən qanama ola bilər. Sidik hissəsinin geniş bir şəkildə əməliyyat zamanı çox nadirdir. Yəni başınıza gələn bir şey deyil. Bəli. Sidik hissəsinin deşilib, sidik hissəsinin sidiyin çölə qaçması ola bilər. Yəni bunlar kimi səbəblər ola bilər, amma çox nadirdir açıqcası. Çox nadir hallarda. Əslində tibb inkişaf elədikcə nə qədər insanların həyatı rahatlanır, nə qədər əməliyyat riskləri aşağı düşür. Yəni tibbdən başlayaraq texnologiyanın inkişafı əhəmiyyətlidir. Yəni lazer cihazları çox inkişaf elədi. Çox güclü lazer cihazımız var. Marsellator dediyimiz tamamilə prostatı içəridə əridəcək cihazımız var. Yəni bu kəsik eləməmək üçün bunu istifadə edirik. Prostat əridilir, doktor? Prostat yəni daha rahat bir şəkildə desək, qiyməkeş kimi elə bil parçalayan bir alət var. Prostatı əvvəlcə qabığından ayırırıq. Belə portağal kimi fikirləşin. Prostatın qabığı var, iç hissəsi var. Bəli. Qabığından ayırırıq və sidik hissəsinin içərisinə atırıq prostatı. Bəli. İçəridə də o prostatı tamamilə kiçik parçalara doğrayan, qiyməkeş kimi parçalara doğrayan bir alət var xüsusilə. Bəli, rəndələyib çölə çıxır. Özü də sovurur. Həm rəndələdiyim zanda sovurur. Əməliyyatındakı kimidir, doktor? Açıqcası kataraktı bilmirəm, amma onun kimi deyil. Amma yəni bu tamamilə fərqlidir. Nə qədər davam edir, doktor? Əməliyyat müddəti mi? Təxmini prostat ölçüsünə görə dəyişir təbii ki. Yəni 50 qram bir prostatla 150 qram bir prostatın əməliyyat müddəti eyni deyil. Ortalama təxminən 40 dəqiqə, 1 saat, maksimum saat, yarım saat çəkə bilir. Çox böyüksə. Uzun illər əvvəllə müqayisədə çox yəqin ki, aşağı bir rəqəm olar, doktor. Təbii ki, çox daha qısadır və ən əhəmiyyətlisi xəstəyə verdiyimiz zərər çox daha minimumdur. Əməliyyat riskləri çox daha azdır. Yəni bu cəhətdən çox effektivdir. Bəs anesteziya necə olur, doktor? Anesteziya spinal, yəni beldən narkoz deyək. Hər kəsin başa düşəcəyi kimi deyək. Bəli, beldən aşağısını hiss edə bilməyəcəyi narkoz istifadə oluna bilər. Ya da ki, ümumi narkoz istifadə oluna bilər. İkisi də xəstənin ümumi vəziyyətinə görə dəyişir bu. Anestezioloq xəstəni dəyərləndirir. Əməliyyatdan əvvəl analizlərinə baxır, ürək testlərinə baxır və bunlardan xəstə ilə danışır. Hansı xəstəyə daha uyğunsa ona qərar verir. Əgər hər ikisi uyğunsa daha çox spinal anesteziya, yəni beldən olan narkozu icra edirlər. Doktor, indi isə keçək prostat vəzinin iltihabı haqqında danışaq. İltihab bəs necə yaranır, niyə yaranır, doktor? Prostat vəzi iltihabı bir neçə iltihab növü var. Ən çox gördüklərimiz kəskin prostatitdir, yəni prostatın infeksiyasıdır və buna da səbəb ən çox bakteriya mənşəli olur. Və bu prostatda iltihab əmələ gəldiyi zaman, yəni infeksiya əmələ gəldiyi zaman prostat toxuması şişir və prostat toxuması şişib ani olaraq yolu bağlaya da bilir, sidiyə gedə bilməmə və ya çox çətin sidiyə getmə eləyə bilir. Çox ciddi, inanılmaz yandırma, göynətmə ilə sidiyə getmə eləyə bilir və xəstə tez-tez sidiyə getməsinə baxmayaraq miqdar olaraq az sidiyə getmə eləyə bilir. Belə simptomlar görülür.
Bəs müalicəsi nədən ibarətdir? Əgər infeksiyalı prostatit varsa, yəni infeksiyaya bağlıdırsa bu prostat iltihabı, bunun tək müalicəsi antibiotik müalicəsidir. Yəni infeksiya, bakteriya antibiotiklə sağalır. Həkimin təyin etdiyi antibiotik Bəli, bunu mütləq qeyd kəsinliklə. edək. O da ki, xəstə sidik əkilməsinə baxırıq. Sidik əkilməsi nəticəsində hansı antibiotik o xəstəyə daha yaxşı təsir edirsə, xəstələr deyir mənə düşürsə, yəni xəstəyə o hansı antibiotik vermək uyğundursa, o antibiotiki təyin edir təbii ki. Bunu həkim təyin edir. Bir həkim qonağımız mənə yazmışdı ki, verilişlərin birindən, sizin verilişlərinizin birindən baxan bir izləyici eşidib ki, orada antibiotik zərərdir və indi mən necə israr etsəm də həmin sizin o tamaşaçınız deyir ki, yox, mən verilişdə qulaq asdım, mənə antibiotik yazmayın. Əziz izləyicilər, biz öz başına, yəni həkim təyinatı olmadan istifadə olunan antibiotiklərə qarşıyıq. Amma bir mütəxəssis bunu təyin edirsə, əlbəttə ki, mütəxəssisin təyin etdiyi dərmanı qəbul etmək lazımdır. Elədir. Ümumiyyətlə, biz onu yoldan keçən hamıya o antibiotiki istifadə elə demirik. Bu xəstənin problemi var, xəstəliyi var. O xəstəliyi müalicə etməsək, xəstənin görəcəyi zərər daha çoxdur. Nəinki antibiotikin verdiyi zərər. Yəni əgər antibiotik zərər-kar məsələsi. Təbii ki, tərəziyə qoyuruq, fayda çoxdur, zərər azdır. Bunu eləyirik. Fayda azdır, zərər çoxdur, təbii ki, onu eləyə bilmərik. Yəni əgər xəstə antibiotik istifadə eləməsə, yəni o xəstə antibiotik istifadə eləməsə, o prostat iltihabı sağalmayacaq, çox ciddi sıxıntılara gətirib çıxaracaqsa, təbii ki, o antibiotik atmasının, yəni faydası həddindən artıq çoxdur. Amma o heç bir xəstəliyi olmayan birinə biz antibiotik verək, əlbəttə faydamız olmayacaq, amma zərərimiz az da olsa var, qətiyyən düzgün deyil. Çünki misal üçün verilişi izləyən bir izləyici düşünə bilər ki, hə, məndə prostat vəznində iltihab var, mən də gedim bir antibiotik içim, sağalım ki, belə bir şey əslində olmamalıdır. Bunu biz hər dəfə deyirik. Baxın, bizim proqramımızda biz ümumi söhbət edirik, amma xəstəliyin müalicəsi üçün mütləq bir mütəxəssisə müraciət etmək lazımdır və mütəxəssisin təyin etdiyi dərmanı qəbul etmək lazımdır. Və bir də bizə bəzən yazırlar ki, verilişinizə gələn qonaqdan xahiş edin ki, bizə yaxşı bir antibiotik desinlər. Bu yaxşı bir antibiotik hansı antibiotik ola bilər ki, doktor? Hər antibiotik həm yaxşıdır, həm pisdir. Hər xəstəlikdə verilən antibiotik tamamilə fərqlidir. Hər xəstəyə veriləcək antibiotik fərqlidir. Hər xəstəyə veriləcək antibiotik dozu fərqlidir. Elə insan var, ciddi böyrək çatışmazlığı var, ona verəcəyin antibiotik, onun yəni antibiotik dozu yanlışsa onun həyatına təsir eləyər. Yəni hər xəstədə bu xəstəlik, yəni tibbdə ümumiyyətlə bir söz var, xəstəlik yoxdur, xəstə vardır. Yəni hər xəstə özü individualdır, yəni tamamilə fərqlidir. Yəni biz hər xəstəyə eyni üzrə müamilə eləyə bilmərik. Son salonda söhbətimizi yekunlaşdırmaq istəyirəm, doktor. Nəyə görə hər xəstə məhz ona təyin olunan reseptdəki dərmanları içməlidir? Hətta eyni xəstəlikdən onun dostu əziyyət çəkmiş olsa belə, nə bilim, bacısı, qardaşı əziyyət çəkmiş olsa belə, bizə bəzən izləyicilərimiz yazırlar ki, həkim ailə üzvlərimizdən birinə dərman yazır, biz o resepti illərlə saxlayırıq. Sonra o şikayətlər, misal üçün, həyat yoldaşımda da olarsa, bacımda da, qardaşımda olarsa, deyirəm ki, mən bu müalicəni almışam, çox yaxşı təsir elədi. Al sən də bu dərmanları iç. Çox sadə. Bugün, yəni bir saat əvvəl baxdığım bir ailə var idi. İkisi də qadın 57-58 yaşında, kişi 61-62 yaşında. İkisi də şikayətləri eynidir. Tez-tez sidiyə gedirlər. İkisi də tez-tez sidiyə gedib az-az sidiyə gedir və bəzən də olur, sidiyi saxlaya bilməmə şikayətləri olur. Amma qadına verdiyimiz dərmanı kişiyə versək, kişi daha pis sidiyə gedəcək, sidiyə gedə bilməmə olacaq. Çünki kişidəki səbəb fərqlidir, prostatdır. Qadındakı səbəb isə sidik hissəsinin qıcıqlanmasına bağlıdır. Yəni biz o sidik hissəsinin qıcıqlanmasını azaldan dərmanı kişiyə versəydim, yəni kişi sidiyə pis gedirdi əvvəl, indi heç gedə bilməyəcək. Yəni ikisinin də xəstəliyi fərqlidir, amma şikayətlər eyni kimi görünür. Yəni məsələn, böyürdə olan bir ağrı, sağ tərəfdə olan bir ağrı, böyrək ağrısı da ola bilər, xaya ağrısı da ola bilər, qadındırsa yumurtalıq ağrısı ola bilər, ötkü səsi ağrısı ola bilər, əzələ sinir ağrısı ola bilər. Hamısı bənzər şəkildə göstərir. Ağrı şiddəti, ağrı göstəriciləri bənzər şəkildə olur. Amma bu hər bir xəstədə fərqlidir. Ona görə xəstəlik fərqli olduğuna görə eyni dərmanı istifadə edə bilmərik. Diaqnozu düzgün qoyandan sonra, hə,
dərman eyni, dozu fərqli və ya dozu bənzər ola bilər. Amma birinci diaqnoz düzgün qoyulmalıdır. Ki bunu da həkim qoyur. Təbii ki İllərlə də, yəni. tibb universitetində təhsil almış həkimlər qoyur. Elə hər kəs özü diaqnoz qoyub özünü müalicə eləsəydi, həkimlərə də ehtiyacımız olmazdı. Bəzən buna da izləyicilərimiz etiraz edirlər ki, bəzən həkimlərin özləri deyirlər, axı hər kəs öz həkim olmalıdır. Deyirəm, həkim ona görə deyir ki, həkimin sizə tövsiyələrini özünüz əməl edirsiniz, o zaman özünüz öz həkiminiz olursunuz. Amma əgər sağlamlıqla bağlı hər hansı bir şikayətimiz varsa, mütləq ki, bir mütəxəssisə müraciət etməliyik və seçdiyimiz, güvəndiyimiz həkimin də tövsiyələrinə əməl etməliyik. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Siz sağ olun, çox sağ olun. dəvətinizə görüşürük. Əziz tamaşaçılar, bizim qonağımız uzman uroloq-androloq Emin Məmmədov idi. Efirimiz isə bununla sona çatır. Sabah yeni eyni yerdə, eyni saatda sizin görüşünüzə gələcəyik. Sağ olun, sağlıqla qalın.